budur, görürsünüz mü? Ne qəşəng qızdır. Çok güzel gözleri var. Gözlərindən görünür ki, xoş xasiyyət və mehribandır. Mehribandır. Bir dayanın, görərsiniz necə mehribandır. Kızlar, bu yoklama yaman olacak ha. Bununla yarışmak asan iş değil. Ay qızlar, mənim elə indidən ürəyim döyünür. Çok nax yerə. Benimki hiçbir damcı da dövmür. Neden qorxuruq ki? Bizim sahəni kimi istəsən göstərmək olar. Əlbəttə. İşdir əyrəsimiz olsa, nə olar ki? O ki sənin dostun. Ha, biz elə dostlardan deyilik. Bir de bizim sahiyle onu mat koymak olmaz. O bizden yenilik gözlüyor. Bizə yenilik də tapılar. He, tapılar. Burnumuza kağıt yapıştırırıq, güzellik hayını içmişik. Məhsul artırırıq. Mənim burnumun heç kəsə dəxli yoxdur. Gözəlliyin də məhsula zərəli dəyməz. Bura bax, sən özün də təzə yaylıq bağlayıbsan. Deyirlər Musa gəlir, hə? Musa'nın bura ne dəxli var? Bir de bunu olan işti. Xalq bizi yoklamağa gelir, biz de burada durup söz güləşdiririk. Bu qıza heç bir kəlmə söz demək olmur. Söz var da. Ve sen onun kardeşi Kamil'in dalınca düşürsen, o sana hiçbir söz demir. Kim, mən? Yok mən. Ora bax, özü gör necə qaçacaq. Necə beyə Musa gəlir? Hə! Bura baxın ay qızlar, mən kəndə getməliyəm, vacib işim var. Var, əlbəttə var. Axı Lalə bizdə qalacaq, mən gərək tədarik görəm. Başa düşürsünüz? Lap yaxşı başa düşürük. Yer onun sözlərinə qulaq asma. Yeri tez ol, axı sən gərək tədarik görəsən. Yubanma, qonaqlar səni gözləyir. Mən sizə demədim, qaçacaq. Ben dün şehirde onların hamısını gördüm. Sen orada bir güzel görmedin. Ben ömrümde ancak bir gözele rast gelmişim. Ve ona demek isteyirdim. Ah, lanete gelesin. Necə? Yok, Lənətə? ben o motosikletteki ahmağı değilim. Bu mənim qardaşımdır. Kamil, o motosikleti nereden aldın? Anam alıb. Acep sürür. Yaxşı sürür. Ha? Hay-küyü var, əlindən bir şey gələn deyil. Ay kız, cavandır be. Cavanlıq deyil, axmaqlıqdır. Ali məktəbə girdi kəsin. Xor dərnəyindən yapışdı atdı. Oxumur, işləmir, lap avaradır. O ki elektrostansiyaya girmek istiyor. Götürmədilər. Adamı qara gözlərinə görə işə götürmürlər. Kara gözlere can kurban vermeyi olar. Mən zarafat eləmirəm. Ben de ciddi değilim. Sənə nə var ki? Amma mənim qardaşımdır. Qoşulub kəndimizin tənbəllərini. Səhərdən axşamacan çayxanada itib batır. Mənə qulaq asmır. Anam da ki onun nazını çəkir. Aziz xələfdir də. Evdə də bir kişi yoxdur ki, heç olmasa ona nəsiyyət eləsin. Bak, burada Kamil'in hiçbir günahı yok.